Nə düşünürsən? Əgər Peyğəmbər sallallahu aleyhi və səlləmin hədiyi, onun gətirdiyi, ona verilən şəriət səndən bir göz qırpımı qədər uzaq olsa, nə düşünürsən? Bilirsən nələr baş verər? Fəsədə qalbuka. Qəlbin fəsad olar. Peyğəmbərin yolundan sapanın, çıxanın, uzaq bir göz qırpımı qədər uzaq duranın misalı sudan çıxarılıb qızmar tavıya atılan balığın misalı kimidir, halı kimidir. Sanki balığı sudan götürdün, attın qaynar tavıya. Şeyx buyurur ki, fəhəlul abdə ində müfərəqətil qalbihi, Peyğəmbər sallallahu aleyhi və səlləmə olan ehtiyacdan qəlb aralandıqda, uzaq durduqda, onun halı da deyir, eyni o balıq kimi olur. Vəl-ə azam, əksinə ondan daha pis olur. Bunu ancaq diri olan qəlb başa düşər. Peyğəmbərinə olan ehtiyacı yalnız sağ olan, sağlam olan qəlb başa düşər. Görün, nə gözəl misal verir Şeyx Hafizəllah. Ölü üçün yaranın ağrısı olmaz. Ölü üçün yaranın bir ağrısı yoxdur. Zaten ölüb, hiss etmir. Ona görə də bunların hamısını sağlam qəlb hiss edər. Onun Rəsula nə qədər ehtiyacı var.